Prognoz TV kanalına hoş gelmişsiniz. Sizlere 1 iyun 2026 ilin bürclərini təqdim edirik. Qoç, əziz qoçlar, bugünün kosmik enerjiləri sizin üçün bəzi çağırışlarla başlayacaq, sanki səhər saatları göylər tərəfindən bir növ sınaq olaraq təqdim olunur. Ot bürcünün qeyri-sabitlik enerjisi sizi başqaları ilə potensial münaqişələrin mərkəzinə çəkə bilər, hansı ki, bugün onlardan qaçmaq həqiqətən çətin olacaq. Ola bilsin ki, adi anlaşılmazlıqlar belə böyük mübahisələrə çevrilə bilər. Ancaq ulduzlar sizə bu vəziyyətdən çıxış yolu təklif edir. Digər insanların zəif cəhətlərinə qarşı daha çox anlayış və tolerantlıq nümayiş etdirsəniz, hadisələrin gedişatını tez bir zamanda müsbət istiqamətə dəyişə biləcəksiniz. Unutmayın ki, hər kəsin öz mübarizəsi var. Bugün sizə tövsiyə olunur ki, diqqətinizi tək başına idarə edə biləcəyiniz işlərə yönəldəsiniz. Yeni layihələr başlatmaq və ya hər hansı ciddi öhdəliklər götürmək üçün bu ən əlverişli vaxt deyil. Biraz səbr edin, çünki günün ikinci yarısına doğru intuisiyanız heyrətamiz dərəcədə kəskinləşəcək. Bu daxili səs sizə bir çox mürəkkəb problemlərin həllində bələdçi olacaq və hətta gözləmədiyiniz yerlərdən çıxış yolları göstərəcək. Bundan əlavə, bu dövr sizə gələcək fəaliyyətinizdə həqiqətən faydalı olacaq yeni bacarıqlara yiyələnmək şansı verəcək. Bu, bir təlimə başlamaq, yeni bir hobbi öyrənmək və ya sadəcə biliklərinizi dərinləşdirmək üçün əla fürsət ola bilər. Günün sonunda sakitlik və düşüncə qabiliyyətiniz bərpa olunacaq və bugünün başlanğıcındakı çətinlikləri arxada qoyaraq gələcəyə daha inamla baxmağınıza kömək edəcək. Buğa, hörmətli buğalar, bugün sizin üçün olduqca uğurlu və məhsuldar bir gün olaraq formalaşır. Göylər sizə dəstək verir, lakin bu dəstəyin tam faydasını görmək üçün müəyyən diqqətli addımlar atmanız gərəklidir. Xüsusilə səhər saatlarında maliyyə məsələlərində xüsusi sayıqlıq göstərməyiniz vacibdir. Hər hansı pul transaksiyası və ya investisiya barədə düşünürsünüzsə, 2 dəfə düşünün. Etibarlılığını hələ praktikada sübut etməyənlərə etibar etməyin. Bütün məlumatları diqqətlə dəqiqləşdirin və yoxlayın. Bu artan sayıqlıq sizi potensial itkilərdən və maliyyə zərərlərindən qoruyacaq. Hər şey gözlədiyiniz kimi getməsə də ciddi məyusluqlar yaşanmayacaq, çünki hər bir maneəni dərs kimi qəbul edəcək və ondan nəticə çıxaracaqsınız. Merkuri və Vener arasındakı harmonik əlaqələr sayəsində bugün bir çox buğalar çox müxtəlif insanlarla qarşılıqlı faydalı şərtlərlə asanlıqla razılığa gələ biləcəklər. Danışıqlar, müqavilələr və əməkdaşlıq üçün əla vaxtdır. Sizin sabit və etibarlı enerjiniz başqalarına təsir edəcək. Axşama doğru sosial fəaliyyətiniz yüksələcək. Evdə oturmaq əvəzinə çölə çıxmaq və yeni insanlarla tanış olmaq üçün münasib bir fürsətdir. Gözlənilməz görüşlər və ya qısa səyahətlər yeni dostluqlara və ya maraqlı biznes əlaqələrinə yol aça bilər. Ünsiyyətdən zövq alın və yeni təcrübələrə açıq olun. Bugün əldə edəcəyiniz əlaqələr gələcəkdə sizin üçün böyük fayda gətirə bilər. Əkizlər, əziz əkizlər, gününüzün ilk saatları sizə bir qədər çətinliklər gətirəcək, lakin narahat olmayın, çünki ulduzlar günün irəliləyən saatlarında vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə işarə edir. Səhər enerjisi sizi biraz çaşqın və qərarsız edə bilər, diqqətinizi cəmləmək çətinləşəcək. Kiçik detallar sizi əsas işlərinizdən yayındıra, işlərinizdə xaosa və nizam-intizamın pozulmasına səbəb ola bilər. Bu dövrdə əkizlərin əksəriyyəti üçün ən ağıllı addım qısa bir fasilə vermək, işlərinizi biraz qaydasına salmaq və prioritetləri müəyyənləşdirmək olacaq. Bu, gələcək işlərinizin daha rəvan və uğurlu irəliləməsinə kömək edəcək. Unutmayın ki, bugün detallara diqqət yetirmək xüsusilə vacibdir, çünki ən kiçik incəliklər belə mühüm məsələlərin həllində açar rol oynaya bilər. Günün ikinci yarısı isə əksinə tamamilə fərqli bir enerji ilə dolu olacaq. Bu dövr yaxınlarınızla açıq və səmimi danışıqlar aparmaq, habelə ciddi məsələləri müzakirə etmək üçün mükəmməl bir zamandır. Ulduzlar sizin ünsiyyət bacarıqlarınızı artıracaq, bu da ətrafınızdakıların maraq və motivlərini başa düşməkdə heç bir çətinlik çəkməyəcəyiniz deməkdir. Əksinə, onların hisslərini asanlıqla qavrayacaq və empatiya quracaqsınız. Bu, həm şəxsi, həm də iş münasibətlərində harmoniya yaratmaq üçün əla fürsətdir. Mühüm qərarlar qəbul etmək, mübahisələri həll etmək və ya sadəcə sevdiklərinizlə keyfiyyətli vaxt keçirmək üçün bu zamanı dəyərləndirin. Xərçəng, əziz xərçənglər, bugün sizin üçün çətinliksiz olmasa da ümumilikdə uğurlu bir gün olacaq. Gəlin, bu enerjinin dalğasını necə idarə edəcəyinizə baxaq.
Günün başlanğıcı bəzi kiçik maneələrlə gəlsə də, onların öhdəsindən gəlmək qabiliyyətiniz sizdədir. Bu, yeni perspektivli layihələrə başlamaq üçün əlverişli bir zamandır. Kosmik enerjilər sizin yaradıcılığınızı və ilhamınızı artırır. Bir çox xərçənglər bugün özlərində böyük bir ilham dalğası hiss edəcəklər. Bu yaradıcı yanaşma ən qeyri-müəyyən vəziyyətlərdə belə orijinal və gözlənilməz həllər tapmağınıza imkan verəcək. Bu enerjidən istifadə edərək işinizdə və ya şəxsi həyatınızda yeni istiqamətlər kəşf edə bilərsiniz. Bundan əlavə, ulduzlar sizə faydalı əlaqələr qurmaq və hətta çoxdankı bədxahları qazanmaq şansı verir. Sizin diplomatik bacarıqlarınız yüksələcək və bu, gərgin münasibətləri yumşaltmaq üçün əla fürsət ola bilər. Günün ortalarında isə yaxınlarınızla xırda fikir ayrılıqları meydana çıxa bilər, lakin narahat olmayın. Bu, sadəcə keçici bir vəziyyətdir. Siz çox səy göstərmədən bu anlaşılmazlıqları aradan qaldıracaq və dinc bir atmosferi bərpa edəcəksiniz. Sizin təcrübəli dostlarınızın və ya ailə üzvlərinizin məsləhətləri bugün sizin üçün xüsusilə faydalı və vaxtında olacaq. Onların hikmətindən yararlanın, çünki onlar sizə bəzi qərarları qəbul etməkdə kömək edə bilərlər. Axşam saatları isə sakitləşmək və gün ərzində əldə etdiklərinizi qiymətləndirmək üçün mükəmməl vaxtdır. Şır, əziz şirlər, bugün sizə kifayət qədər səy göstərsəniz, bir çox böyük nailiyyətlər qazandıracaq. Göylər sizə öz işıltınızı göstərmək üçün imkanlar təqdim edir. Səhər saatları bəzi cari işlərin öhdəsindən gəlmək üçün bir qədər çətinlik yarada bilər. Bəlkə də hər şey planlandığı kimi getməyəcək və sizdən daha çox əzmkarlıq tələb olunacaq. Bu, sizin liderlik keyfiyyətlərinizi və məqsədyönlülüyünüzü sınayan bir dövr ola bilər. Bəzən işlərin öhdəsindən tək başına gəlmək əvəzinə etibarlı həmkarlara və ya dostlara müraciət etmək zərər verməz. Komanda işi bugün sizin üçün uğurun açarı ola bilər. Bir çox şirlər bugün güc və enerji ilə dolu olacaqlar. Bu da o deməkdir ki, kiçik uğursuzluqlar və ya maneələr sizi yolunuzdan çıxarmayacaq. Əksinə, onlar sizi daha da motivasiya edəcək. Bugün gizli istedadlarınız oyanacaq və bu, işlərinizin vəziyyətinə və hətta şəxsi münasibətlərinizə müsbət təsir göstərəcəkdir. Yaradıcı yanaşmalarınız və qeyri-adi həlləriniz demək olar ki, ümidsiz görünən problemlərin öhdəsindən gəlməyinizə kömək edəcək. Sizin danışıq qabiliyyətiniz və inandırıcılığınız bugün yüksək səviyyədə olacaq. O qədər inandırıcı olacaqsınız ki, fikirlərinizi ən inadkar həmsöhbətlərə belə çatdıra biləcəksiniz. Bu, həm peşəkar danışıqlar, həm də şəxsi münasibətlərdə istədiyiniz nəticələrə nail olmaq üçün əla bir fürsətdir. Özünüzə inanın və parlaq ideyalarınızı cəsarətlə irəli sürün. Qız. Əziz qızlar, bugün sizin üçün bir qədər ziddiyyətli enerjilər daşıyır. Sanki kosmos sizə həm maneələr, həm də onlardan çıxış yolları göstərir. Başqaları ilə ümumi dil tapmaq bugün o qədər də asan olmayacaq. Veneranın bəzi gərgin aspektləri köhnə münaqişələrin yenidən üzə çıxmasına səbəb ola bilər və onları həll etmək üçün sizdən xeyli enerji və səy tələb olunacaq. Sakitliyinizi qorumaq və diplomatik yanaşmaq vacibdir. Bir çox qız bürcü üçün iş rejiminə keçməkdə çətinlik yaşanacaq. Merkuri geri hərəkətdə olmasa da, enerjiniz sizi məsuliyyətlərinizə laqeyd yanaşmağa və işləri sonraya qoymağa sövq edə bilər. Ancaq bu istəyə boyun əyməmək vacibdir, çünki ertələmə yalnız daha böyük problemlərə yol açacaq. Başlamaq çətin olsa da, özünüzü motivasiya etməyə çalışın. Əgər səy göstərə bilsəniz və özünüzü toparlaya bilsəniz, günün qalan hissəsi daha yaxşı keçəcək və hətta xoş sürprizlər də gətirə bilər. Kifayət qədər konsentrasiya və əzmkarlıq göstərsəniz, bir sıra vacib məsələləri uğurla həll edəcək və bütün yarımçıq işləri başa çatdıracaqsınız. Bu, sizin təşkilatçılıq bacarığınızı və dəqiqliyinizi sübut etmək üçün əla fürsətdir. Unutmayın ki, bugün yaxınlarınızın dəstəyi sizin üçün xüsusilə önəmli olacaq. Onların mənəvi və ya praktiki yardımı sizin çətin anlarınızda böyük bir güc mənbəyi ola bilər. Onlarla ünsiyyətdə olun və hisslərinizi bölüşməkdən çəkinməyin. Günün sonunda əldə etdiyiniz irəliləyişlər sizi qürurlandıracaq və çətinliklərə baxmayaraq məqsədlərinizə çata bildiyinizi göstərəcək. Tərəzi, əziz tərəzilər, bugün sizin üçün həqiqətən uğurlu və parlaq bir gündür. Kosmik enerjilər sizin diplomatik bacarıqlarınızı və ünsiyyət qabiliyyətinizi maksimum dərəcədə yüksəldir. Hətta ən çətin və barışmaz həmsöhbətlərə belə asanlıqla yanaşma tapa biləcəksiniz. Bu, həm iş, həm də şəxsi münasibətlərdə harmoniya yaratmaq üçün əla bir zamandır. Yeni və perspektivli əlaqələr qurmaq üçün mükəmməl fürsətlər yaranacaq.
Xarici tərəfdaşlarla danışıqlar aparmaq, beynəlxalq layihələrə başlamaq və ya sadəcə fərqli mədəniyyətlərdən olan insanlarla əlaqə qurmaq üçün əla vaxtdır. Bir çox tərəzilər bugün nüfuzlu himayədarlar əldə edə bilərlər. Onların dəstəyi sizin karyeranızda və ya şəxsi inkişafınızda böyük bir irəliləyişə səbəb ola bilər. Layihənizə sponsorlar cəlb edə biləcəksiniz, bu da uzun müddətli məqsədlərinizə çatmağınıza kömək edəcək. Gözlənilməz, lakin nəzərə çarpacaq pul qəbzləri mümkündür. Bu, bir bonus, gözlənilən ödəniş və ya hətta kiçik bir uduş ola bilər. Qazanclarınızı ağıllı şəkildə idarə edin. Qarşınızda çoxlu gözəl imkanlar açılacaq və ulduzlar sizə onları əldən verməməyi tövsiyə edir. Cəsarətli olun, risk etməkdən çəkinməyin və yeni yollara addım atın. Lakin günün sonunda enerji səviyyəniz bir qədər aşağı düşə bilər, bu da mürəkkəb məsələlərin öhdəsindən gəlməyi çətinləşdirəcək. Odur ki, ən vacib və təxirə salınmaz məsələləri günün ilk yarısında həll etməyə çalışın. Axşam saatları istirahətə və sevdiklərinizlə vaxt keçirməyə həsr olunmalıdır. Əqrəb, əziz əqrəblər, bugün sizin üçün həqiqətən də dinamik və potensialla dolu bir gün olacaq. Göylər sizə bir sıra əlverişli perspektivlər açır və ulduzlar bu imkanları əldən verməməyinizi məsləhət görür. Merkuri və Pluton arasındakı müsbət əlaqə sayəsində əksər əqrəblər bugün qeyri-adi dərəcədə inandırıcı və cazibədar olacaqlar. Bu, mühüm danışıqları uğurla aparmaq, çətin razılaşmalara nail olmaq və ya sadəcə başqalarını öz ideyalarınıza inandırmaq üçün mükəmməl bir vaxtdır. Sizin daxili gücünüz və sirli cazibəniz ətrafınızdakıları heyran edəcək. Bir çox problemləri həll edə ən çətin və qeyri-adi işlərin öhdəsindən asanlıqla gələ biləcəksiniz. Sizin analitik düşüncəniz və dərin müşahidə qabiliyyətiniz bugün xüsusilə kəskin olacaq. Eyni zamanda diqqətli olun, ətrafınızdakılar əhəmiyyətsiz səbəblərdən diqqətinizi yayındırmağa çalışa bilərlər. Bu, vacib olanlara diqqət yetirməyi çətinləşdirə bilər. Odur ki, sizin üçün həqiqətən vacib olan məsələlərə diqqətinizi cəmləyin və başqalarını razı salmaq üçün həddindən artıq çalışmayın. Hər kəsi sevindirmək mümkün deyil və bugün bu yükü öz üzərinizə götürməyin mənası yoxdur. Öz prioritetlərinizi müəyyənləşdirin və onlara sadiq qalın. Axşam saatları həm peşəkar uğurları qeyd etmək, həm də özünüzə sakit bir istirahət bəxş etmək üçün münasibdir. Bugün əldə etdiyiniz nəticələr sizi uzun müddət motivasiya edəcək. Oxatan, əziz oxatanlar, bugün sizin üçün bir qədər qeyri-müəyyən, lakin potensialla dolu bir gün olacaq. Göylər sizə mesaj göndərir ki, əhəmiyyətli məsələləri sonraya qoymayın. Səhər saatları bütün səylərinizdə şanslı olacaqsınız, bu səbəbdən iddialı planları həyata keçirməyə başlamaq üçün əla vaxtdır. Enerji səviyyəniz yüksəkdir və bu enerjidən istifadə edərək böyük işlər görə bilərsiniz. Kifayət qədər səy göstərsəniz, ən çətin hədəflərə belə nail ola bilərsiniz. Komanda işi və əməkdaşlıq bugün sizin üçün xüsusilə məhsuldar olacaq. Bu, həm də yaxşı tanıdığınız biri ilə romantik bir hekayənin başlanğıcı ola bilər. Gözlənilməz bir görüş və ya səmimi bir söhbət hisslərin alovlanmasına səbəb ola bilər. Ürəyinizi yeni təcrübələrə açın. Axşam saatlarında isə məişət problemləri özünü xatırlada bilər. Bəlkə də kiçik təmir işləri, evdə təmizlik və ya ailə üzvləri ilə bağlı bəzi məsələlər sizin diqqətinizi tələb edəcək. Hər şeyi həll etmək üçün çox vaxt və səy sərf etməli olacaqsınız, lakin əldə etdiyiniz nəticələr sizi sevindirəcək və evin rahatlığını bərpa edəcəksiniz. Bugünün enerjisini düzgün idarə etməklə həm işdə, həm də şəxsi həyatınızda tarazlıq yarada bilərsiniz. Oğlaq, əziz oğlaqlar, bugün sizin üçün parlaq və hadisələrlə dolu bir gün olacaq. Göylər sizə həvəs və enerji bəxş edir. Oğlaqların əksəriyyəti güc və enerji ilə dolu olacaq, bu da o deməkdir ki, istənilən çətinliyin öhdəsindən asanlıqla gələcəksiniz. Sizin daxili gücünüz və qətiyyətiniz bugün heyrətamiz səviyyədədir. Yaradıcılıq qabiliyyətləriniz kəskinləşəcək, bu da sizə ən çətin vəziyyətlərdən belə orijinal və təsirli çıxış yolları tapmaqda kömək edəcək. Bu, həm peşəkar, həm də şəxsi həyatınızda böyük uğurlar vəd edir. Təşəbbüs göstərmək və cəsarətli ideyaları həyata keçirmək üçün doğru zamandır. Çəkinməyin, özünüzü ifadə edin və planlarınızı reallığa çevirin. Həmkarlarınızın və rəhbərliyin gözündə yaxşı reputasiya yarada biləcəksiniz. Sizin əzmkarlığınız və bacarıqlarınız diqqətdən kənarda qalmayacaq, bu da karyeranızda irəliləyişə səbəb ola bilər. Günün ikinci yarısı müxtəlif insanlarla ünsiyyət üçün xüsusilə əlverişlidir.
Sosial fəaliyyətlər və ya sadəcə dostlarla görüşlər sizə çoxlu maraqlı təəssüratlar bəxş edəcək. Çölə çıxmaq, yeni yerləri kəşf etmək və ya sadəcə təmiz havada gəzmək əhval-ruhiyyənizi yüksəldəcək. Dostluğun və ya uzunmüddətli əməkdaşlığın başlanğıcı ola biləcək yeni tanışlıqlar mümkündür. Ünsiyyətdən zövq alın, təcrübələrinizi paylaşın və yeni əlaqələr qurmaqdan çəkinməyin. Bugünün enerjisi sizi daha açıq və optimist edəcək. Dolça, əziz dolçalar, bugün sizə kosmik enerjilər tərəfindən bir qədər təmkinli olmağı tövsiyə edir. Bugündən çox şey gözləməmək daha yaxşıdır. Ulduzlar ilk cəhddə hər şeyin nəticə verməyəcəyinə işarə edir və bunu dərhal qəbul etmək sizə daha az məyusluq yaşatacaq. Bu, səbr və uyğunlaşma qabiliyyətinizi sınaqdan keçirən bir dövr ola bilər. Bir çox dolçalar başqaları ilə ortaq dil tapmaqda çətinlik çəkəcəklər, hətta adətən bunu asanlıqla bacarsalar belə. Veneranın bəzi gərgin aspektləri ünsiyyətdə anlaşılmazlıqlara səbəb ola bilər. Bugün yeni, iri miqyaslı layihələrə başlamaqdan çəkinin. Bunun əvəzinə cari işlərlə məşğul olun, sənədlərinizi qaydasına salın və yarımçıq qalmış kiçik tapşırıqları tamamlayın. Bu, sizə gələcəkdə daha böyük layihələr üçün təməl hazırlamağa kömək edəcək. Vacib qərarlar qəbul etməməli və uzunmüddətli planlar qurmamalısınız. Böyük dəyişikliklər etmək üçün daha əlverişli bir zamanı gözləyin. Əgər əhval-ruhiyyəniz bir qədər aşağı düşsə, dostlarla görüş bu pis əhval-ruhiyyənin öhdəsindən gəlməyə kömək edəcək. Sizin sosial çevrəniz bugün sizin üçün dəstək mənbəyi ola bilər. Yaxın qohumların dəstəyi də əvəzsiz olacaq, onlar sizin bəzi narahatlıqlarınızı öz üzərlərinə götürməyə hazır olacaqlar. Onlarla vaxt keçirin, səmimi söhbətlər aparın və onların dəstəyindən güc alın. Bugün əsas diqqəti öz daxili rahatlığınıza və ətrafınızdakilarla harmonik münasibətlərə yönəldin. Balıqlar, əziz balıqlar, bugün sizin üçün ən asan gün deyil, lakin unutmayın ki, hər bir çətinlik yeni bir dərs vəd edir. Səhər saatları sizi əsəbiləşdirəcək bəzi kiçik problemlərlə qarşılaşacaqsınız. Bunlar gözlənilməz texniki nasazlıqlar, ünsiyyət anlaşılmazlıqları və ya sadəcə planlarınızda gecikmələr ola bilər. Sakitliyinizi qorumaq bu dövrdə xüsusilə vacibdir. Qohumlarla və həmkarlarla qarşılıqlı anlaşmaya nail olmaq çətin ola bilər. Merkuri və Neptun arasındakı bəzi gərgin aspektlər yanlış anlaşılmalara və ya hətta əsassız şübhələrə yol aça bilər. Mümkünsə bugün kənardan kömək almadan həll edə biləcəyiniz gündəlik işlərə diqqət yetirin. Özünüzü artıq stressdən qoruyun. Bugün bəzi balıqlar planlaşdırılmamış xərclərlə üzləşə bilərlər. Bu, gözlənilməz bir ödəniş, ev təmirinə ehtiyac və ya sadəcə əlavə xərclər ola bilər. Maliyyə planlarınızı nəzərdən keçirin və büdcənizi diqqətlə idarə edin. Axşama doğru ən vacib işlərin öhdəsindən gələ biləcəksiniz, lakin emosional təcrübələr sizi tamamilə tərk etməyəcək. Bu səbəbdən soyuqqanlılığı qorumaq həmişəkindən daha çətin olacaq. Özünüzə qarşı mülayim olun və dincəlmək üçün vaxt ayırın. Yaşlı qohumların və ya təcrübəli dostların məsləhətləri sizin üçün böyük dəyər kəsb edəcək. Onların həyat təcrübəsi və obyektiv baxışları problemlərinizə yeni bir perspektivdən baxmağınıza kömək edə bilər. Bugün daxili dünyanıza qulaq asın və özünüzə qarşı şəfqətli olun.